Salam əziz şagirdlər. 18 yanvar 2026-cı il uğur kurslarında keçirilmiş buraxılış imtahanı 3-cü sınavın ingilis dili imtahanı suallarına baxaq sizinlə. 56-cı sualdan başlayırıq. Choose the correct variant. Düzgün variantı seçin. There is ... small cafe at corner of the street. Mən baxıram, cafe burada tək olduğu üçün buraya bir e artikli qoyacağam. There's a small cafe at oflu ifadə olduğu üçün eğer article götürürsə bura z artikli qoyacağam. The corner of the street. Yəni olacaq e və z artikli. Bu da c variantına uyğun gəlir. 57-ci sualda yenə düzgün variantı istəyir bizdən. They talked about the problem. Then 3 hours but couldn't solve it. Baxıram burada zən verib bizə. Zən də bizdə müqayisə dərəcəsində olur. Yəni mən maç götürə bilmərəm. Maç A dərəcədir. Yenə də maç A dərəcədir. Meni A dərəcə sayılır. Mor götürməliyəm. Yəni belə deyək. Maç və yaxud da meni. Müqayisədə olacaq mor. Okay, mor götürdük. 3 hours but couldn't solve it. Amma onu həll edə bilmədilər. Asanlıqla dediyinə görə. Bu dəfə isə artıq feili izah etdiyi üçün zərf götürməliyəm. Bu da olacaq more easily. Y variantı. Çünki easy sifətdir. Easily olmalı ki, zərf olsun. 58-də. Yenə doğru variantı istəyir bizdən. She worked ... all night to prepare the report on time. Deməli, gecə boyunca hazırlamaq üçün çalışır. Məruzəni baxaq. Slow sifəti işlədiyi üçün, çalışdığı üçün zərf qoymalıyam. Yəni, sözün sonuna elva yatırmalıyam ki, zərf olsun. Sifətin sonuna A silinir. Çünki slow sifətdir. Sonra slowly eğer olsa, yenə də artıq bu çox hecalı sayıldığı üçün bunu slowly olaraq çevirmirik müqayisə dərəcəsində. More slowly olaraq qalır deyə. Bu variantda silinir. More hardly də bir variant olmur. Hardly demək olar ki, yox deməkdir. Yəni çətinliklə mənasını verdiyi üçün inkarlıq yaradır və yalnız adi dərəcədə olur. Müqayisə və üstünlük olmadığı üçün C-ndə çıxırıq. Biz bilirik ki, hard həm sifətdir, həm də zərfdir və təkcəzalı olduğu üçün R və S-lə müqayisə və üstünlüyə keçdiyinə görə more hard deyə bir variant olmaz. D-ndə çıxaram, qalacaq orada Y variantı. She worked hard. O çox çalışdı. 59-da yenə doğru variantı istəyir. I have interest for TV because programs are interesting. Birincisi interest, maraq. Burada sayılmadığı üçün many çıxar. Lots deyə bir variant yoxdur. Lots of ola bilər. B çıxar. A lot of qalsın, little qalsın. İkinci evdə programs cəm olduğuna görə little çıxaram. Sayma isimlə işlənir. Sonra maç çıxaram. Sayma isimlə işlənir. Bu da qalır D variantı. I have little interest for TV because few programs are interesting. Deyir ki, televizyona çox az marağım var. Çünki çox az proqramlar maraqlıdır. Okay. 60-cı sualda yiyəlik halda olan düzgün cümləni istəyir bilsən. Possessive case. A və polis. Polis sözü belə cəmlənmir. Sadəcə apostrofla yiyəliyə çevrilməlidir. A çıxır. Polis onsa cəmdədir. The students. Baxın, student sözünü cəmləyib. Apostrof qoymalıydı sadəcə. S də qoyub yanlışdır. Beni çıxıram. My mother's cook is famous. Yeməyi məşhurdur dediyinə görə C-ni götürərəm. She's already. Əgər apostrof S-dən sonra already varsa bu yiyəlik hal deyil. D-ni çıxaram. This exam's difficult for us. Apostrof S-dən sonra difficult sifət olduğu üçün və ondan sonra heç bir isim olmadığına görə yenə də çıxaram. Qalacaq C variantı. 61-ci sualda yenə də düzgün variant istəyir. I usually watch ... in the evening. News-la E qoya bilmərəm. Çünki news sayılmır. E artikli götürməz. A çıxar. Yenə də news sayılmadığı üçün a few interesting news qoya bilmərəm. Çünki a few özündən sonra mütləq cəmsim istəyir. B çıxar. A news channel. Bu ola bilər. Channel sayılan isimdir. Təkdir və E artiklini qoymuşam. C-ni götürərəm. Yenə də news sayılmadığı üçün onun ən olmaz. D-ni çıxıram. Program sözü sayılan tək isim olduğu üçün E artikli qoymalıydım. Yenə də çıxıram. Choose the correct variant. I don't remember
about. Ya da saxlayıcı nöqtədən sonra about'dur, by'dır, indir, ondur, ətdir, to'dur. Yəni bu tip sözlər gələrsə, bunlar söz önü olduğu üçün isim sayılmır. Yəni bunlar söz önü bölməsinə aiddirlər. Bunları gördünüzsə, any, some çıxacaq. Üstəlik cümləmiz inkar olduğu üçün onsuz da some'ı götürməz çıxdıq. İsim olmadığı üçün any də getsə, anything-lə anything A və Y arasında qalırıq. Can you tell me? No'dan sonra isim gəlməlidir. A-nı çıxaram. Əslində Y-ni götürəcəm. Deyə bilərsiniz ki, niyə some'dan sonra isim gəlmədi. Bəzi hallarda ismi təkrarlamamaq üçün some və any'dən sonra ismi yazmaya bilirlər. Əslində burada some story və yaxud da about a story formasında olur. Y-ni götürürük. Və yaxud da something formatında. 63'də. The teacher said that must prepare a project. Əgər qoysam ki, the teacher said that he must prepare his project. Çünki baxın, project isimdir deyə. Ondan olsa them olmaz. De çıxar. Mine olmaz. Y çıxar. His, her, A arasında qalırıq. Himself, A uyğunlaşır. Görək B niyə çıxır? She, her uyğunlaşdı. Amma she self-də bir şey yoxdur. Bu herself olmalıydı. B çıxır. We, A və selves. Biz bilirik ki, we, you və Z-də selves qəbul edir. Bu da çıxır. Qalır elə A variantı. Choose the correct preposition. I'm not pleased with the work I got last week. Please'dən daha çox with istifadə olunur. Choose the correct preposition for both sentences. Hər iki cümlə üçün. He walked in the park after dinner. The train will arrive in an hour. Bu da saat mənasında olduğu üçün və 1 saata gələcək dediyinə görə də in götürürəm. Bu da olur A variantı. 66'da tense formu istəyir bizdən. She nöqtə dinlə when the guest at the door. Burada bizə when bağlayıcısını verib. The guest at the door. Mən bilirəm ki, when-dən sonra will-lər olmaz. İkinci hissəyə baxıram. Onsuz da yoxdur. Zaman uzlaşmasına baxmalıyam. Keçmiş zamandan keçmiş zaman, indiki zamandan indiki və indiki ilə gələcəyə uzlaşa bilər. A-ya baxıram. Cooked keçmiş zamandır, nok indiki zaman. A-da uzlaşma pozuldu, çıxdıq. Was cooking keçmiş zamanda, nok keçmiş zaman, bu qalsın. Has indiki zamanı bildirir, nok keçmiş zamanı, C-də uzlaşma pozuldu. Was cooking keçmiş zamandır, nok yenə indiki zamandır, D-də uzlaşma pozulub. Yenə had keçmiş zamanı bildirir, nok indiki zamanı, Y-də çıxır. Elə qalır A variantı, üzr istəyirəm, B variantı. She was cooking dinner. O şam yeməyi bişirirdi. When the guests knocked at the door. Qonaqlar qapını döyəndə o yemək bişirirdi. Şam yeməyini hazırlayırdı və yaxud da. 67 yenə bizdən zaman formasını istəyir. By the time-dan sonra və yaxud da before-dan sonra keçmiş sadə zaman, əgər sadələri uzlaşdırsa, digər cümlədə isə vergüldən sonra keçmiş, bitmiş zaman qoya bilərik. Yenə uzlaşmağa baxsaq. By the time we reached the station, the train had left. Biz vağzala çatanda qatar tərk etmişdi, yəni oranı getmişdi. Qoysaq elə olacaq B variantı. Choose the correct variant. Düzgün variantı seçin. Honesty is important quality in a leader. Burada çox güman ki, honesty ümumi mənada götürüldüyü üçün, yəni dürüstlük, doğruluq. Burada boşluq qoyaram. Is an important quality in a leader. Bir liderdə ən vacib keyfiyyətdir dediyinə görə bu olacaq A variantı. Choose the correct tense form. My cousin's mother still in the kitchen. Hələ də mətbəxdədir demək istəyir. With my mom. They dinner together. Əgər onlar hələ də mətbəxdədirlərsə, deməli onlar orada şam yeməyi hazırlayırlar. Baxaq. Zaman uzlaşmasında was keçmişdi, are indicidir. Uzlaşma pozuldu. B-də yenə is indiki, were keçmiş, uzlaşma pozulur. Are cooking
Bu qalsın. Is are cooking də qalsın. Was cooking. Hesabda uzlaşmalar doğrudur, amma stil dediyi üçün kesin indicini istəyir deyə yeni çıxaram. Nəyə görə Z-ni götürməyəcəm? My cousins must üçüncü şəxsin tək, yəni she olduğu üçün onun əslində is olmalıdır, are yox deyə Z-ni silərəm, qalacaq D variantı. İkincisində olsa Z dediyi üçün are götürür. 71-ci sualımıza baxaq. Match the words to their definitions. Sözləri onların mənaları uyğunlaşdırmamızı istəyir. A landlord, ev sahibi və yaxud da sahib ağa. A person who owns a house or flat and rents it. Bir C. A passenger. A person who travels in a car, bus or train. Olacaq B. A neighbor, a person who lives near you. Olacaq A. Make up a sentence. Cümle tamamlamaq. An important literature person is Füzuli in. Yəqin ki, Füzuli ilə başlayacağım. 5 ilə başlasam. Baxaq. Üzr istəyirəm, bayaq seçməmişəm 70-də. 1C, 2B, 3A. Bu olacaq B variantı. Bir də baxaq. Landlord, person who owns a house or flat and rents in. A person who travels in a car, bus or train. Sənin içində B-yə getsə, okay. A neighbor. Bu da A. Füzuli ilə başlasaq. Füzuli is an important person in literature. 5, 4, 1, 3, 6, 2. Yeni A variantı. Füzuli is an important person in literature. Füzuli ədəbiyyatda mühüm bir şəxsiyyətdir. Bunu deməyə çalışır sizə. Mətni hamısını oxumayacağım. Suallarla tanışsınız onsuz da. Mətnlə tanış olmuşsunuz daha doğrusu. What is the passage mainly about? Mətn əsasən nə haqqındadır? Modern universities in Europe. The world's first university. C-ni götürələm. Burada bizə deyir onsuz da. Consider the world's oldest existing university. Which statement is false according to the passage? Hansı yanlışdır? C variantı yanlışdır. Only religious subjects were taught there. Yalnız da dini dərslər orada öyrədilirdi. Burada bizə verir. Wanted to create a place where people could study religion, science and philosophy in an organized way. Ve bu yanlıştır. Yalnız dini dərslər değildi. Choose the correct answer according to the passage. Mətnə əsasən doğru cavabı tapmamızı istəyir. What made the University of Al-Qarawiyyin different from other educational places of its time? It had organized a higher education. Elə B variantı olacaq. Baxın, only from Morocco bu yanlışdır. Yalnızca Morocco'dan olan şagirdlər qəbul edirdi. In the modern era. Müasir erada qurulmuşdur, yaradılmışdır. It was built in Europe, Avropada tikilmişdir. Bu da sizə bizə deyir B-ni. No, burada değil. Higher learning sonra da onu çevirir. Yəni B-ni götürə bilərsiniz. Complete the sentence according to passage. The University of Al-Qarawiyyin attracted students from different parts of the world because it was the only mosque it offered studying in various fields. Müxtəlif sahələrdə təhsil almağı dəstəkləyirdi. Write the close meaning of the word evolution from paragraph 3. Deməli, inkişaf sözünün sinonimini istəyir bizdən. Mətndə və 3-cü paragrafdan baxaq burada.
development, inkişaf götürə bilərik. Hı. 77-ci cavabımız açıq sualda sizin cavablarınıza uyğun gedəcəyi üçün yazmıram. 78-ci sualın cavabını deyim. To have a power or ability to affect somebody or something. Kiməsə və yaxud da nəyəsə təsir etmə gücünüzün olması, bacarığınızın olması və bu yenə də 3-cü paraqrafdan istəyir bizdən. Gəlin tapaq. Influenced. Təsir göstərmək. Okay. Bunu elə burada yazın bəlkə və ya yazaq. Yetmiş 9-cu sualda həmçinin özünüz cavabını yazmalısınız deyə mən artıq nümunə yazmıram. Dinləmə suallarında vaxtım olsa paylaşarım. Sağ olun.